Bugün insan sivilizasiyasının lap təməli haqqında çox təxribatçı bir nəzəriyyəyə başvuracağıq. Bu təkcə keçmişimizə yox, həm də gələcəyimizə baxışımızı tamamilə dəyişə biləcək bir fikirdir. Yaxşı, gəlin ən təməl sualdan başlayaq. Ümumiyyətlə, insan sivilizasiyası necə yarandı? Bizi digər canlılardan fərqləndirən, şəhərlər, mədəniyyətlər qurmağa sövq edən nə idi? Cavab, inanın, sizi çox təəccübləndirə bilər. Baxın, bu nəzəriyyənin əsas iddiası budur. Sivilizasiya böyük bir kəşflə yox, əksinə bir şeyin gizlədilməsi ilə başladı. Bəli, düz eşitdiniz. Tək bir sir bəşəriyyətin bütün gedişatını dəyişdi. Və o sir məhz budur. Gizli ovulyasiya. Yəni, digər primatlardan, məsələn, şimpanzelərdən fərqli olaraq, insan qadınlarının nə vaxt məhsuldar olduğunu, yəni hamilə qala biləcəyini xaricdən bilmək mümkün deyil. Bax, müəllifə görə hər şeyin başlanğıc nöqtəsi məhz bu bioloji xüsusiyyətdir. Bu bioloji sir birbaşa sosial nəticələrə gətirib çıxardı. Kişilər qadının nə vaxt hamilə qalacağını dəqiq bilmədikləri üçün onun yanında qalmağa, onu qorumağa və əldə etdikləri resursları bölüşməyə başladılar. Bax, müəllifə görə sivilizasiyanın ilk toxumları məhz bu davamlı qarşılıqlı əlaqədən cücərib. Biz də məhz bu təməl ideyadan yola çıxacağıq. Görək bu nəzəriyyə bizi hara aparır? Matriarxat və patriarxatdan danışacağıq. Əxlaq anlayışının köklərinə enəcəyik, müasir evliliyin böhranına baxacağıq və sonda müəllifin çox radikal həll təklifinə, dövlət tərəfindən təmin edilən cinsi rifaha nəzər salacağıq. Yaxşı, gəlin başlayaq. İlk olaraq müəllifin bu təməl fərqlilik üzərində qurduğu iki əsas cəmiyyət modelini, yəni matriarxat və patriarxatı müqayisə edək. Müəllif bu iki sistemi anlamaq üçün bizə iki maraqlı nümunə verir: Kamboca və Koreya. O deyir ki, matriarxal cəmiyyətlər, məsələn Kamboca, daha dinc, daha xoşbəxtdir, amma iqtisadi inkişaf biraz ləngiyir. Digər tərəfdən patriarxal cəmiyyətlər, məsələn Koreya, daha gərgin, daha stresli, qaydaları daha sərtdir, amma iqtisadiyyatları daha sürətlə böyüyür. Amma ən əsas fərq mirasın kimin xətti ilə ötürülməsində gizlənir. Bax, patriarxal cəmiyyətlərin bütün o stressinin, bütün o sərt qaydalarının təməlindəki narahatlığı müəllifin Kambocalı dostunun bu sadə sualı əslində hər şeyi izah edir. Bir anlıq düşünün, oğlunuzun uşağı 100% sizin nəslinizdir, yoxsa qızınızın uşağı? Cavab əslində aydındır, elə deyilmi? Qızınızın övladının bioloji olaraq sizə aid olduğundan tam əmin ola bilərsiniz. Amma oğlunuzun övladı üçün həmişə kiçik də olsa bir şübhə yeri var. Deməli, bu fundamental qeyri-müəyyənlik, atalıq şübhəsi bizi birbaşa növbəti mövzuya gətirir. Bəs əxlaq haradan gəlir və bu cəmiyyət formalarında necə fərqlənir? Müəllifə görə, patriarxal əxlaq əslində bir növ sosial müqavilədir. Kişi iqtisadi dəstəyi təmin edir, qadın isə bunun qarşılığında cinsi sədaqət göstərir. Niyə? Çünki yalnız bu yolla kişi əmindir ki, topladığı resurslar miras onun öz nəslinə çatacaq. Matriarxal cəmiyyətlərdə isə belə bir problem yoxdur. Müəllif yenə Kambocadan bir misal çəkir, orada bir əxlaq kitabında deyilir ki, banan oğurlayan meymun pis deyil, əksinə çox bacarıqlıdır. Görürsünüzmü? Əxlaq anlayışının özü belə necə fərqli ola bilir. Yaxşı, bütün bu tarixi kontekstdən gələk müasir dövrə. Müəllifin iddiası budur ki, əsrlər boyu patriarxal cəmiyyətlərin təməl daşı olan ənənəvi evlilik institutu artıq çökür. Bəs niyə çökür? Müəllifin diaqnozu belədir. Birincisi, evlilik heç vaxt sevgi və ya cinsi xoşbəxtlik üçün olmayıb, o sırf iqtisadi bir razılaşma idi. İkincisi, bu razılaşma insanın təbiətindəki müxtəlif partnyor axtarışı istəyi ilə ziddiyyət təşkil edir və nəticədə müasir gənclər bu köhnəlmiş sistemi rədd edir. Bütün bunların sonu isə cəmiyyətdə yığılıb qalan bastırılmış arzular və böyük bir məyusluqdur. Bu bizi çox vacib bir suala gətirib çıxarır. Yaxşı, əgər ənənəvi sistem artıq işləmirsə, onun bir vaxtlar nəzarətdə saxladığı o böyük cinsi məyusluq hara gedir? Nə olur ona? Müəllifin cavabı açığı biraz qorxunçdur. O deyir ki, bu məyusluq elə-belə buxarlanıb yox olmur. O formasını dəyişir və cəmiyyətdə gördüyümüz aqressiyaya, nifrətə, hətta zorakılığa çevrilir. Yəni, fərdi bir məsələ kimi görünən şey əslində böyük bir sosial partlayışın fitilini alışdırır. Və bax, bütün bu analiz bizi mənbənin ən mübahisəli, ən təxribatçı hissəsinə gətirib çıxarır. Müəllifin bu böhrana qarşı təklif etdiyi həll yolu. Gəlin müəllifin məntiq zəncirini addım-addım izləyək. 1. Ənənəvi evlilik sistemi çökür. 2. Bu cəmiyyətdə böyük bir cinsi məyusluq yaradır. 3. Bu məyusluq sosial zorakılığı körükləyir. Nəticə, deməli köhnə sistemin yerini alacaq tamamilə yeni bir həllə ehtiyac var. Və o həll yolu budur. Cinsi rifah.
Bəli, düz eşitdiniz. Müəllif təklif edir ki, dövlət eynilə hər kəsə səhiyyə və ya təhsil imkanı yaratdığı kimi vətəndaşların cinsi rifahına da zəmanət verməlidir. Bu, cinsi məmnuniyyətin artıq şəxsi bir məsələ deyil, ictimai bir məsələyə çevrilməsi deməkdir. Bəs bu necə işləyə bilər ki, müəllif bir neçə konkret təklif irəli sürür? Məsələn, seks işini qanuniləşdirmək və tənzimləmək ki, orada çalışanların hüquqları qorunsun, dövlətin vətəndaşlara cinsi rifah kuponları təqdim etməsi və ümumiyyətlə cinsi məmnuniyyətə şəxsi bir lüks kimi yox, ictimai bir fayda kimi baxmağa başlamaq. Bütün bunların arxasındakı məntiq nədir? Müəllif iddia edir ki, belə bir sistem cəmiyyətdəki aqressiyanı və zorakılığı kəskin şəkildə azaldacaq. O, hətta bunun iqtisadi cəhətdən də səmərəli olduğunu deyir. Çünki bu, məhsusluğun yaratdığı psixi sağlamlıq problemlərinin müalicəsinə xərclənən pulla müqayisədə bu, daha ucuz başa gələrdi. Və bu izahımızı son bir sualla bitiririk. Bəşəriyyətin kiçik bir bioloji sirlə başlayan hekayəsi bizi bugün bu suala gətirib çıxardı. Həmişə son dərəcə şəxsi və intim hesab etdiyimiz cinsi məmnuniyyət həqiqətən də cəmiyyətin məsuliyyət daşımalı olduğu bir sahə ola bilərmi? Bu barədə düşünməyə dəyər.